Vaşinqton razılaşmaları Cənubi Qafqazda güc balansını rəsmiləşdirən və Azərbaycanın diktə etdiyi yeni geosiyasi reallıqları beynəlxalq hüquqi çərçivəyə salan ən mühüm mərhələdir. Bu tarixi sənəd təkcə keçmiş münaqişəyə nöqtə qoymadı, həm də regionun gələcək iqtisadi və siyasi arxitekturasını müəyyən etdi. Cənubi Qafqazda 10 illiklərdir davam edən status quo-nu darmadağın edən və regionda tamamilə yeni reallıqların təməlini qoyan tarixi Vaşinqton razılaşmalarından bir il ötür. Ekspertlərin və beynəlxalq analitiklərin rəylərinə görə Ağ Evdə əldə olunan bu razılaşma Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik masada qazandığı zəfərlərin qlobal miqyasda möhkəmləndirilməsi mərhələsi oldu. Vaşinqton razılaşmalarını yeni reallığın əsası edən bir neçə mühüm faktor var. İlk növbədə Azərbaycan və Ermənistanın ATƏT Minsk qrupunun ləğvi üçün birgə müraciət etməsi, kənar qüvvələrin regiondan müdaxilə rüçaqlarını birdəfəlik əlindən aldı. Bakı sübut etdi ki, regionun taleyini yalnız bölgənin əsas söz sahibi olan dövlətlər həll edə bilər. İkinci mühüm mərhələ isə Zəngəzur dəhlizinin beynəlxalq status qazanması oldu. Amerikanın zəmanəti ilə Trump marşrutu adı altında bu xətt Naxçıvanla maneəsiz bağlantını təmin etməklə yanaşı Asiyanı Avropaya bağlayan ən strateji qlobal logistik qovşağa çevrildi. Bu regionda hərbi rəqabəti deyil, iqtisadi asılılığı və qarşılıqlı faydanı ön plana çıxaran yeni bir dövrün başlanğıcı idi. Ötən bir il göstərdi ki, bu razılaşmalar kağız üzərində qalmayan canlı bir mexanizmdir. Azərbaycanın prinsipial mövqeyi sayəsində Qarabağ mövzusu dövlətlərarası müzakirə masasından tamamilə çıxarıldı və Ermənistan bu reallığı qəbul etdi. Ötən 12 ay ərzində sərhədlərin delimitasiyası sayəsində atılan uğurlu addımlar və rəsmi Bakının Ermənistana neft-dizel tranziti üçün yaratdığı humanitar şərait bəyannamənin yaratdığı yeni reallığın praktiki nəticəsidir. Vaşinqton razılaşmaları Cənubi Qafqazı qarşıdurma poligonu olmaqdan çıxarıb davamlı sülh zonasına çevirdi. Ötən bir il sübut etdi ki, Bakının diktə etdiyi və Vaşinqtonun şahidlik etdiyi bu yeni reallıq geri dönməzdir və regionun gələcək firavanlığının yeganə təminatçısıdır.